Bizə verir ki, bu hitoridə oyun başa çatdıqdan sonra BDY sütunlarında cəmi neçə xana rənglənmiş olacaq. Birinci baxırıq, sətirdə və sütunda 3 dənə ədəd varsa ona. Məsələn, sətirdə burada 3 dənə 1 var. Bu 3 dənə 1-dən ən azı ikisi rənglənməlidir. Ya ikisi, ya 3 rənglənəcək. Burada 3-ü rənglənə bilməz. Çünki biz bilirik ki, hitoridə rənglədiyim xananın yuxarısındakı, sağındakı, solundakı və aşağısındakı rənglənə bilməz. Bir də keçidlər olmalıdır. Birinci, məsələn, bu ikisini rəngləsəm yanaşı düşdüyünə görə rənglənməz. Onda kənardakıları rəngləyəcəm ki, həm təkrarları yoxa çıxarım, həm də ki, tərəf boyu bir-birindən rənglənənlər olmasın. Rənglədiyimin aşağısındakı 1 rənglənə bilmirsə, çünki tərəf boyu düşür. Sətirdə başqa yerdə 1 varsa, gedib onu rəngləmək lazımdır. Sətirdə təkrar var, burada yoxdur. Sütunda təkrarlar var, baxırsınız, burada sütunda 2 dənə 1-lər var, amma hələ ki bilmirik hansını rəngləməliyik. Burada da hələ ki bilmirik hansını rəngləməliyik. Burada baxırsan, 3 dənə ədəd varsa, 3 ədəddən tək qalanı rəngləyəcəksən. Çünki hər iki ehtimalda bunlardan biri rənglənəcək, o biri digərinin yanına düşdüyünə görə rənglənməz, tək qalan rənglənməlidir. Yoldaşlar, bu vəziyyətdə hansının rənglənməli olduğunu bilmiriksə, biz bu zaman bir yerdən yola çıxırıq və əgər qarşımızda problem çıxarsa, yanaşı ədədlər düşərsə və yaxud hansısa ədəd mühasirəyə alınarsa, geri qayıdırsan, deməli, onu yox, digərini rəngləmək lazım imiş. Məsələn, baxırsınız, bu 1, yoxsa bu 1. İkisindən biri rənglənməlidir. Məsələn, mən bu 1-i rəngləsəm, belə bir dairəyə də alıram ki, bunu bilmədən rəngləmişəm. Siləndə gəlib hamısını yox, təkcə bunu siləcəm, əgər problem olsa. Bunun yuxarısındakı 1 rənglənə bilər, sətirdəki başqa yerdə 1 varsa, get onu rənglər. Bu sətirdə bu 2 bunun yanına düşdüyünə görə bu 2 yox, o biri 2 rənglənməlidir. Sətirdə təkrar var, 2 dənə 3 var. Bu 3 və bu 3. Bu 2-3-dən ikisindən biri mütləq rənglənməlidir, ən azı. Bu 3 bunun yanına düşdüyünə görə rənglənə bilməz. Bu 3-ü rəngləsəm əgər, bu 5-ə keçid olmayacaq. Ona görə rəngləmək olmaz. Deməli, bunun 4-ünü də silirəm. Bu 1 yox, bax bu 1 rənglənməliymiş. Sətirdə və sütunda baxırıq görək təkrarlar varmı? Deməli, burada bizim 2 dənə 2-miz var, bir də 3-lər var. Bu 3-ü rəngləsəm əgər, bu 5-ə keçid olmayacaq. Deməli, o 3-ü yox, bu 3-ü rəngləməliyəm. Bu 2 dənə 2-dən bu 2-ni rəngləsəm əgər, bu 5-ə keçid olmayacaq. Demək ki, bu 2-ni yox, o biri 2-ni rəngləmək lazımdır. Sətirdə təkrar ədəd varmı? Yoxdur. Bəs sütunda təkrar ədəd varmı? Sütunda da təkrar ədəd yoxdursa, keçidləri yoxlamaq lazımdır. Baxın, bütün ədədlərdən sətir sütun boyu keçidlər varsa, onda A sütunundan 1 dənə, B sütunundan 2 dənə, C sütunundan 1 dənə, D-dən 1, Y-dən isə 2 ədəd rənglənmişdir. B-dən 2 dənə, D-dən 1 dənə, Y-dən də 2 dənə. Cəmi 5 xana rənglənmiş olacaq.